Salam, hər vaxtınız xeyir olsun. Bugün Masallı İmtahan Mərkəzində keçirilən bilik yarışının 6-cı sinif riyaziyyat suallarının izahına baxırıq. Deməli, birinci suala baxırıq, yəni 21-ci sual. Deyir ki, 3-də 2, 4-də 3, 6-da 4, 7-də 5 və 9-da 6 kəsirlərindən neçəsi bir-birinə bərabər. Uşaqlar, kəsirlərin bərabərliğini yoxlamaq üçün ilk növbədə onları maksimum ixtisar etmək. Yəni, sadə kəsir alınana görə ixtisar etmək lazım. 3-də 2 ixtisar olunmur. 4-də 3-də ixtisar olunmur. 6 ilə 4 hər ikisi 2-yə ixtisar getsə 3 qalır, 2 qalır. Bu oldu 3-də 2. 7-də 5 ixtisar olunmur. 9 ilə 6 hər ikisi 3-ə getsə 9-da 3 qalır, 6-da 2 qalır. Bu da oldu 3-də 2. Demək olar 1 3-də 2, 2 dənə 3-də 2, 3 dənə 3-də 2. Deməli bu kəsirlərdən 3-ü bir-birinə bərabərdir. Doğru cavab variantı B variantı. Növbəti 22-ci suala baxırıq. 22. Uşaqlar yoxlayın, uşaqlar yoxlayın. 22-də deyir ki, 2-də 1 üzərinə gəl, 3-də 1 çıxılsın, 4-də 1 çıxılsın, 6-da 1 ifadəsinin qiymətini. Məxrəcləri müxtəlif olan kəsirləri toplamaq və ya çıxmasın. İlk növbədə onlara tamamlayıcı vuruq. Şəfiqə sən də gəldin, əla. Sədəf də buradadır, Tamamlayıcı vuruq, yəni əkob tapılmalıdır. Burada da baxıram, bunların əkobu 2, 3, 4, 6-nın əkobu 12 olacaqdır. 12-ni 2-yə böləndə 6 dəfə, 6 birin 6, üzərinə gəl, 12-ni 3-ə böləndə 4 dəfə, 4 birin 4, çıxılsın. 12-ni 4-ə böləndə 3, 3 birin 3, çıxılsın. 12-ni 6-ya böləndə 2 dəfə, 2 birin 2, bərabərdir. Deməli, 12-də 6 üstə gəl 4, 10 eləyir, 10-dan 3 çıxanda 7 eləyir, 7-dən də 2 çıxanda 5 eləyir. 22-nin yerinə 22 yazın uşaqlar. Bu 23-cü sualdır. Bu 23-cü sual uşaqlar. 23-cü sualın cavabı B variantıdır. İndi qayıdıram mən 22-ni izah eləməyə. 22-ni izah eləyək. 23-cün cavabı B variantıdır uşaqlar. 22-də müqayisədə mən sualların yerini qarışdırdım. 8-ci sinif, bundan sonra 7-ci sinif, sonra 8-ci sinif başlayacaq. Elvin Rizayev. 22-ci suala baxın uşaqlar. Üzülü sayın sualın yerini qarışdırdım. Deməli, A bərabərdir 4-də 3, B bərabərdir 5-də 4, C bərabərdir 3-də 2. Kəsirlərini müqayisə edin. Uşaqlar, mənim sizə öyrətdiyim məxrəclə sürət arasındakı fərq eynidir hamısında və düzgün kəsirlərdir. Məxrəclə sürət arasındakı fərq eyni olan düzgün kəsirlərdə rəqəmi böyük olan böyükdür. Bir də baxırıq ki, 5-də 4-ün rəqəmləri böyükdür, deməli B ən böyücüdür. Sonra 4-də 3 gəlir A və ən kiçiyi C-dir. Və ya C kiçikdir A-dan, A da kiçikdir B-dən. C, A, B, sağa B variantı. Doğru cavab 22-də B variantıdır uşaqlar. C, A, B, sağa, bəli. Sənə baxınca öyle düzdür, səhvdir. %24-cü suala baxırıq. Mirsəmid, sən də gəldin. Mirsəmid yoxla. 24. 3-də 2 hissəsi 20 olan ədədin 5-də 4 hissəsini tapın. Demək uşaqlar, birincidə 3-dəki hissəsi 20 olanı tapacaq. Hissəsinə görə ədədi tapanda verilən ədədi hissəyə sürən kəsirə bölürsən. Kəsirlərin bölünməsində də birinci qalır, ikincini tərs çeviririk. 2 ilə 20 getdi, 10 qaldı, 13-ün 30. İkinci əvvəldə də 30-un 5-də 4-ünü tapacaq. Ədədin hissəsini tapanda verilən ədədi hissəyə sürən kəsirə vurursan. 5 ilə 37, 6 qaldı, 6 4-ün 24 elədi. Yəni doğru cavab 24-də B variantı. Eyvah, sədəf yoxla. Keçdi növbətiyə. 25-ci suala baxaq. Görə kəsirlərin bölünməsinə aiddir. 25. Deməli, 3-də 1 bölünsün, 4-də 3 bölünsün, 5-də 4 bölünsün, 7-də 5 ifadəsinin qiymətini hesablayın. Uşaqlar, kəsirlərin bölünməsində birinci kəsir qalır. Neçə dənə kəsir olsun, onlar qalanlar hamısı tərs çevrilir. 3-də 4 vurulsun, 4-də 5 vurulsun, 5-də 7 bərabərdir. Burada baxıram, 4 ilə 4 ixtisar gedir, 5 ilə 5 ixtisar gedir. Məxrəcdə qaldı 3 üçün 9, sürətdə qaldı 1, 7-nin 7. Cavab olacaq 9-da 7 B variantı. Şəfiqə, videonu geriyə qaytarıb 23-ə baxa bilərsən qızım.
26-cı suala baxırıq. 26. 31,2 vurulsun 3,5 çıxılsın 1,2 vurulsun 3,5. Burada da uşaqlar körpünün, yəni çıxmanın solunda və sağında ortaq vuruq olaraq 3,5 var. 3,5-i ortaq vuruq olaraq mötərizə xaricinə çıxarsaq, bax hər ikisini götürsək. Körpünün sol tərəfində 31,2 qalır, körpünü atırıq, sağ tərəfində 1,2 qalır. Bərabərdir. 3,5 vurulsun. 31,2-dən 1,2 çıxanda qalır 30. Tamı vururuq, tamdan sonra bir dənə sıfır atırıq, bir dənə sıfırın sayıda sağa sürüşsək, deməli biz 35-i 3-ə vururuq. 35-i də 3-ə vuranda cavab eləyir 105, yəni doğru cavab variantı B variantı. 26-cı cavabı B variantı. Uşaqlar, valideynlərdən gizli yoxlamayın. Valideyn yanınızdasa nə gözəl. Yəni onlar da görsünlər ki, nəyi səhv vurubsuz, nəyi düz vurubsuz. 27-ci suala baxırıq. Görə 27-də nədir? 27-ci suala baxaq. 0,24 bölünsün 0,6 bölünsün 0,14 bölünsün 0,7 ifadəsinin qiymətini tapın. Demək uşaqlar, burada mənim sizə öyrətdiyim borc qaytarmadan istifadə edib. Bax, tamları vurduq. 24-ün 2 rəqəm var, 6-nı bir dənə sıfır atdıq. Tamları vurduq. 0,14 3 rəqəmlidir, 7 isə 1 rəqəmlidir, 2 dənə sıfır atdıq ki, hesab bərabər olsun. Deməli, burada nə qaldı uşaqlar? 60-da 24 bölünsün 700-də 14. Bu da bərabər kəsilərin bölünməsində birinci kəsiri saxlayırıq, bölmə vurmaya çevrilir, ikinci kəsiri tərs çevrilir. 14-də 700 bərabər 700-ün 1 sıfırı ilə 60-ın 1 sıfırını apardıq. 70 ilə 14, pramay 14-ə getdi, 70-də 5 qaldı. 24 ilə də 6, 6-ya getdi, 4 qaldı. Məxrəcdə bir şey qalmadı. Sürətdə isə 4-ü 5-ə vururuq, 4 5-in 20 olur, yəni 27-ci cavabı A variantı. A variantı, sənin D variantı yox, A variantı. Keçdi 28-ci suala baxırıq. %78-ci sual. A bərabərdir 0,73 dövrdə 2. B bərabərdir 0,7 dövrdə 32 və C bərabərdir 0 dövrdə 73. Müqayisə edin deyir. Baxışala, burada 0,73 təkrarlanan 2-dir. Çox yox, 3 dəfə təkrarlayırıq. Bərabərdir 0, burada təkrarlanmayan 7-dir, təkrarlanan 32-dir. 32-ni 2 dəfə təkrarladıq. Bərabərdir 0, dövr edən burada 73-dür, 73-ü təkrarlayırıq. 73, 73 və s. və ilə. Bax, eynidir, tapa bilmədim. Eynidir, tapa bilmədim. Eynidir, tapa bilmədim və 3-ünü götürüb 222, 232 və 737. Başlayırıq müqayisə etməyə. Burada uşaqlar ən böyükü C-dir. C böyükdür 232-dən, yəni B-dən. B də böyükdür A-dan, ən kiçik A-dır. Və ya A kiçikdir B-dən, B də kiçikdir C-dən. ABC sağa. ABC sağa. Doğru cavab variantı C variantı 28. Növbətiyə baxaq. 29-cu suala baxaq. Sərvin deyəsən səhv eləmişdi 29-da. 29. 3-də 1, üzərinə gəl 5-də 1, üzərinə gəl 7-də 1, bərabərdir A olarsa, 3-də 1, üzərinə gəl 5-də 3, üzərinə gəl 7-də 5. Cəmini A ilə ifadə edin. Mən bunu bilmirəm neçədir. 1x deyirəm. Uşaqlar, bunları tərəf-tərəf toplamamışdan qabaq. Amma elədə də, birincini elədə də vurmalısınız ki, bunları toplayanda cavab 1 qalsın. Və bunun üçün də birinci kəsir, bax, birinci ifadənin hər tərəfini 2-yə vuraram, ikinciyə də dəymirəm. 1-ə vuraram da, yəni. Bax, bunun hər tərəfini 2-yə vursaq, bax, hər tərəfini 2-yə vursaq. Burada nə yaranır? Alınır 3-də 1-2-in 2, üstə gəl 5-də 1-2-in 2, üzərinə gəl 7-də 1-2-in 2, bərabərdir. A-nı da 2-yə vuranda 2A. Və məxrəcə ikinciyə dəymirik, 3-də 1, üstə gəl 5-də 3, üstə gəl 7-də 5, bərabərdir x. Və biz bunu tərəf-tərəfə toplasaq, 3-də 2, üzərinə gəl 3-də 1. Uşaqlar, eləyir 3-də 3, 3-də 3 də 1 deməkdir. Üzərinə gəl,
5'də 2 üzərinə gəl 5'də 3. Məxrəclər bərabər olduğuna görə sürətlər toplanır. 5'də 5 o da 1'ə bərabərdir. Üzərinə gəl 7'də 2 üstə gəl 7'də 5. 7'də 7 eləyir o da 1'ə bərabərdir. Və sağ tərəfləri də toplayanda 2a üzərinə gəl x. Və burada 2a üzərinə gəl x bərabərdir. 3 dənə 1'i toplayanda eləyir 3. Biz də x-i tapmalıyıq da. X bərabərdir 3 çıxılsın. 2a olacaq cavabımız A variantı. Kim düz yazırsa. Keçdi növbətiyə. Otuzuncu suala baxan uşaqlar. 30-cu sual. 48 ədədi 3 və 5 ədədləri ilə düz mütənasib hissələrə. Uşaqlar 48 ədədi 3 və 5 ilə düz mütənasib hissələrə bölünmüşdür. Bu ədədlərin fərqini tapın. Demək uşaqlar birinci ədədimiz olacaq 3K, ikinci ədədimiz olacaq 5K. Və bu cəm bizə verməlidir 48-i. Cavabı sənsən Emil Esadov. Deməli 3K üzərinə gəl 5K bərabər olmalıdır 48. Toplayanda 8K bərabərdir 48. K da bərabərdir 48. 8-ə bölündə 6. K-nı 6 tapdıq. Gətirib K-ları yenə 6 versək. 3 vurulsun 6 bərabərdir 18. 5 vurulsun 6 bərabərdir 30. Ədədlərim oldu 30 və 18. Bu ədədlərin bizdən fərqini soruşur. Yəni 30-dan 18 çıxırıq. Doğru cavab olur 12. A variantı. Növbətiyə baxaq. 31-ci sual görə nə deyir bizə? 31-də artıq tərs mütənasib hissələrə deyir. 31-ci sual. 320 ədədi 1 və 3 ilə tərs mütənasib hissələrə bölünmüşdür. Alınan kiçik ədəd tapın. Bax, kiçik ədədi soruşur bizdən. Birinci ədəd. 1-in tərsi ilə 1K-dır uşaqlar. İkinci də 3-ün tərsi isə 3-də 1K-dır. Və bu cəm bizə verməlidir 320-ni. Yəni K üzərinə gəl 3-də 1K bərabər olmalıdır 320-yə. Məxrəcdən azad olmasın uşaqlar. Sadəcə bir dənə məxrəcdə 3 görürük deyə hər tərəfini 3-ə vururuq. 3-ü K-ya vuranda 3K üzərinə gəl 3 ilə 3 getsə qalır 1K bərabərdir 320-ni də 3-ə vururuq. Toplayanda 4K bərabərdir 320 vurulsun 3. Uşaqlar demişdik ki K-nın yanındakı məxrəcə düşür. K bərabərdir 320 bağışlayın. K-nın yanındakı yəni 4 düşür məxrəcə. Sürətdə isə 320 vurulsun 3. Bərabər 320 ilə 4 getdi 80 qaldı. 80-i də 3-ə vuranda K-nı tapdı 240. Gətirib yerinə yazsaq K oldu 240. Bərabərdir. Buradakı K-nı yenə 240 yazsaq. Onda biz 3-də 1-i 240-a vururuq. İxtisar getdi. 80 qaldı cavabımız. Deməli, ədədlərim oldu 240 və 80. Bizdən də kiçik ədəd soruşurdu. Kiçik ədədimiz 80 olacaq. Doğru cavab variantı A variantıdır uşaqlar. Növbətiyə baxaq. Uşaqlar, yoxluya baxırda mənə deyirsiniz kimin nə qədər düzü, nə qədər səhəti çıxdı. Onsuz da cavablar çıxanda hər şey bəlli olacaq, o heç. 32-ci suala baxırıq uşaqlar. 32-də deyir 15 ədədi 60 ədədinin hansı hissəsini təşkil edir? Bir ədəd digərinin hansı hissəsi olduğunu tapmaq üçün birinci ədədi ikinci ədədə bölmək lazımdır. Yəni burada da 60 ilə 15 ixtisar gedir. Promoy 15-ə gedir. Əgər bilməsəz hissə isə ixtisar edə bilərsiniz. Cavabımız qalır 4-də 1. Doğru cavab B variantı 32-də. Sən niyə böyük görürsən ki, Gül abi? Normal baxa bilmirdin. Sualı sizə nə istəmə deyəcəm ki, axıra qədər oxuyun. Zağarlarını elə promoy desin, yarıya qədər oxudunuz, həfisi. Nə olsun bildiyin sualdır? Bəlkə sənin axırda başqa şey soruşur. Heç nədən niyə bir dənə 5-6 balın geçsin ki? 33-cü sual. Deməli, 6-da 1 üzərinə gəl 0,4-də 3 bölünsün. 5-də 1 üzərinə gəl 0,5 ifadəsinin qiymətini hesablayın. Sonra birinci əməldə 6-da 1-in üzərinə 0,4-də 3 gəlirəm. Yəni 6-da 1-in üzərinə 4-də 3 nə deməkdir? Olur 9-da 3 deməkdir. 6 ilə 9-un tamamlayıcısı yəni ki 18-dir. 18-i 6-ya böləndə 3 dəfə düşür. Üzərinə gəl 18-i 9-a böləndə 2 dəfə.
2 üçün 6. Bu da eləyir 18-də 9. Uşaqlar bunu 9-a ixtisar aparsaq, birinci mötərizənin cavabı oldu 2-də 1. İkinci əməldə də 5-də 1-in üzərinə 0,5 gəlir. Yəni 5-də 1-in üzərinə %5 gəlir. 100 ədədi 5-ə bölündüyünə görə əkö belə 100-dür. 100-ü 5-ə böləndə 20, üzərinə gəlir. 100-ü 100-ə böləndə 1, 5. Bərabərdir %25. Bu da ikincində. Bunlar da 25-ə getsə uşaqlar qalır 4-də 1. Və nəhayət 3-cü əməldə birinci mötərizənin cavabını bölürük ikinci mötərizənin cavabına. Kəsirlərin bölünməsində də birinci kəsiri saxlayıb ikincini tərs çeviririk. 2 ilə 4 ixtisar getdi. 2 qaldı. Məxrəcdə 1 qalıb yazılmır. Doğru cavabımız 2 olacaq. B variantı. Növbətiyə baxırıq. Əliyar Həmidov. Tanımadığım kimdir? Özü tanıtdıra bilərsən. Əliyar Həmidov. Növbəti 34-cü suala baxırıq uşaqlar. Görək 34-də bizə nə deyir? 34-cü sual. Aşağıda kəsilərdən hansı 5-də 1 və 3-də 1 kəsilərin arasında yerləşir? Uşaqlar, burada məxrəcləri bərabərləşdirikdə, yəni hər ikisinə ortaq məxrəc 5 ilə 3 qarşılıqlı sadə ədəd olduğuna görə əkobə ikisinin hasilidir. 5-i 15-ə gətirmək üçün 3-ə vurarıq, 1 üçün 3. 3-ü 15-ə gətirmək üçün 5-ə vurarıq, 1 5-in 5. Uşaqlar, 15-də 3 ilə 15-də 5-in arasında var, 15-də 4 kəsilir. Cavabımız olacaq 15-də 4, B variantı. Nədir Sərvin? Nə oldu ay Sərvin? Növbəti 35-ci suala baxırıq. 35-ci sual. 35'te de sigma adam kimdirsə uşaqlar 15 dəfə dalbadal B variantı yazmaya ehtiyac yoxdur. Kimdir o sigma? 11 vurulsun 45 bölünsün 75 vurulsun 121. Burada uşaqlar 11 ilə 121 11'ə getdi. 121'də qaldı 11. 45 ilə 75 15'ə edir. 45'də qalır 3, 75'də qalır 5. Məxrəcdə qaldı 5 vurulsun 11, sürətdə qaldı 3. Bərabərdir 5 11'in 55, sürətdə qaldı 3. Cavab 55'də 3, C variantı. 36-cı suala baxırıq. Nə deyim Sərvin? 36'da 200, 16'da 220 düzgün olmayan kəsirinin tam hissəsini tapın. Uşaqlar, bu formada da bölə bilərsiniz 220'nin 16'ya, amma ədədin balacalaşması üçün bunların hər ikisini 4'ə ixtisar aparıb da bölə bilərsiniz. 16'ın 4'ə böləndə 4, 220'ni 4'ə böləndə 55 düşür. Cavab olur 4'də 55 və biz 55'i bölürük 4'ə. 5'ə ayırıq. Bir dəfə 1 4'ün 4. 1 qaldı 5, 3 4'ün 12, çıxırıq 3. Yəni bərabər olur 13 tam 4'də 3. Uşaqlar, bizdən tam hissəsini soruşduğuna görə tam hissəsi 13 olacaq. Yəni doğru cavab B variantı 13. Hər dəfə sizə deyilirək, Sərvin, şərti axıra qədər oxu, misallara diqqətlə bax. Növbəti 37-ci suala baxırıq. 37-ci sual. Budağa 12 quş qonmuşdu. Onların 3'də 2 hissəsi uçub getdi. Uşaqlar, 12'nin 3'də 3'ü, yəni 12'nin 3'də 2'yə vuruq da. 3 ilə 12 getdi 4, 4 2'nin 8. Demək 8'i neyinədir uşaqlar? Uçub getdi. Elədir? Uçub getdi. Bizdən nəyə soruşur? Deyir, neçə quş uçub getdi? Bəli, neçə quş uçub getdi? 8 dənə quş uçub getdi. Doğru cavab variantı D variantı. Növbəti 38-ci suala baxırıq. 38-də deyir, aşağıda kəsilərdən neçəsi bərabərdir? 3'də 1, 9'da 4, 27'də 9, 9'da 5, 27'də 18 və 18'də 6. Yenə kəsilərin bərabərliyini uşaqlar, onları ixtisar etməklə tapmaq olar. Birinci kəsir ixtisar olunmur, ikinci ixtisar olunmur. Üçüncünün hər ikisini 9'a aparsaq 27'də 3, 9'da 1 qalır. Sonra 27'də 18'in hər ikisi 9'a getsə, 27'də qalır 3, 18'də qalır 2. 6 ilə 18 hər ikisi 6'ya getsə, 18'də 3 qalır, 6'da 1 qalır. Bir dənə 3'də 1,
2 dənə 3də 1 və 3 dənə 3də 1. Deməli, bu kəsilərdən uşaqlar 3-ü bərabərdir. Yəni, doğru cavab Y variantı. Növbətiyə baxırıq. 39-cu suala baxırıq uşaqlar. Otuz doqquzuncu sual. 3 tam 2'də 1 vurulsun. 1 tam 3'də 1 vurulsun. 4 tam 7'də 5. Şöyle qarışıq kəsiləri bir-birinə vurmamışdan qabaq, ilk növbədə onları düzgün olmayan kəsilərə çevirmək lazımdır. Bərabərdir. 3 tam 2'də 1'i çevirdikdə 2'də, 2 üçün 6 üstünə 1 7 vurulsun. 3'də, 3 1'in 3 üstünə 1 gələndə 4 vurulsun. 7'də, 7 4'ün 28 üstünə 5 gələndə 33. 4 ilə 2 getdi, 2 qaldı. 7 ilə 7 getdi, 3 ilə 33 getdi, 11 qaldı. Məxrəcdə bir şey qalmadı. Sürətdə isə 2 vur 11 qaldı. Yəni doğru cavab 22 D variantı. Növbəti sonuncu 40-cı suala baxırıq uşaqlar. 2 tam 16'da 5 bölünsün. Mötərizədə 16'da 7 çıxılsın, 8'də 3. Bərabər. Bunu da uşaqlar əməllər nə yazırıq? Birinci mötərizə əməli yerinə yetirilir. Yəni 16'da 7 çıxılsın, 8'də 3. 16 8'ə bölündüyünə görə əkab 16'dır. 16'nı 16'ya böləndə 1 dəfə düşür, 1 7'ni 7. 16'nı 8'ə böləndə 2 dəfə düşür, 2 üçün 6. Bərabərdir. 16'da 7'dən 6 çıxanda 1. İkinci əməldə uşaqlar 2 tam 16'da 5'i bölürük mötərizənin cavabına. Yəni 16'da 1'ə. İlk növbədə düzgün olmayan kəsirə çeviririk. 16'nı 2'yə vuranda 32, üstünə 5 gələndə 35. Bölünsün 16'da 1, yəni vurulsun 1'də 16'dır. Kəsilərin bölünməsində birinci qalır, ikincini tərs çeviririk. Bərabərdir. 16 ilə 16 getsə, sürətdə qaldı 35, məxrəcədə 1 yazılmır. Yəni 40-cı sualın sonuncu sualın cavabı A variantı olacaqdır. Bu qədər uşaqlar.